Bugün Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Beynəlxalq idman yarışlarına və iri miqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə etdiyi uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və sözünə malik ölkə olduğunu bir daha sübut edir. Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş təntənəli mərasimdə çıxışı ölkəmizdə idman siyasətinin uğurlu mənzərəsini, idmana olan diqqət və qayğını bir daha ortaya qoydu. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla davam edir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti əlbəttə ki, ildən ilə daha yaxşı nəticələrə gətirib çıxarır. Hər dəfə bizim idmançılarımız dövlət bayrağını beynəlxalq yarışlarda qaldıranda, əlbəttə ki, hər birimiz qürur hissi keçiririk və son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Və əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Və eyni zamanda bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər. Təbii ki, bundan sonraki illərdə bu siyasət davam etdiriləcək. Prezident İlham Əliyevin idmançılarla mütəmadi görüşləri bir daha idmanın inkişafına və idmançılarımıza dövlət qayğısının reallığıdır. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə ölkəmizin inkişafı daimi və əbədi olsun. Bugün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu daimi proses olacaq. Bugün artıq ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Həm idmançılarımızın beynəlxalq yarışlardakı yüksək nəticələri, həm ölkəmizdə idman infrastrukturunun yüksək səviyyədə olması, təbii ki, həm keçirilən yarışların səviyyəsi, onların ən yüksək qiymət alması, yəni ölkəmizdə keçirilən bir çox beynəlxalq tipli idman yarışları digər artıq həmin səpkili yarışlara nümunə göstərilir. Bu həm təşkilatçılıq, həm burada könüllərimizin fəaliyyəti, bunlar hər biri dövlət siyasətinin tərkib hissələrindən biri kimi qeyd edilir. Ölkə başçımız bu sahəyə həm gənclərin hər tərəfli inkişafına, onların vətənpərvər tərbiyə edilməsinə, idmanın inkişafına, fiziki tərbiyəyə çox böyük önəm verir. Bu ildə Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılar və idman mütəxəssisləri mükafatlandırıldılar. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə bir sıra şəxslərə əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adlarının vəsiqələrini təqdim edib. Həmçinin ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə bəzi idmançılar tərəqqi medalları ilə təltif olunublar. Dövlət başçısı həmçinin 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə isə yeni mənzillərin ordenlərini təqdim etdi. Bütün bunlar isə dövlət başçısının idmana və idmançılara olan yüksək qayğısının göstəricisidir.